Bu Amerikanın 5 sentidir, bizim pulla təxminən 30 qəpik eləyir. Metal tərkibi 75%-imiz 25% nikeldir. 2003-cü ildə Filadelfiya zərbxanasında bu sikkədən 440 milyondan çox buraxılıb. Yəni bu adi dövriyyə sikkəsi olduğundan sizə elə gələ bilər, heç bir halda baha ola bilməz. Əslində bunda həqiqət var, amma bəzən istisna hallar olur. Bunun üçün ya onda nadir zərbxana xətası olmalıdır, ya da ideal dövriyyədə olmamış vəziyyətdə olmalıdır. Dövriyyədə olmamış sikkələrdə 4 meyar əsas tutulur: zərb olma keyfiyyəti, saxlanma keyfiyyəti, zərbxana parlaqlığı və ümumi xarici görünüş. Bu nikellərdə isə 5-ci bir meyar araya girir. Full steps, yəni tam pləkanlar adlanır. Bunun üçün arxa hissəsində Jefferson'ın Monticello iqamətgahının pləkanları tam görünməlidir və arada maneə olmamalıdır. Məndəkində kiçik maneə gözə dəyir. Məsələn, MS-67 dərəcəsində olan bu tam pləkanlı 5 sent Great Collections hərrac evində $226, bizim pulla 384 manata çəkic altına gəlib. Videonu bəyənməyi unutmayın.